Müəllim, o mahnıdakı Fizanla buradakı eynidir. Yəni eyni mənaya gəlirlər bu sözlər. Ha, yox, yox, çox maraqlı məqamdır. Oradakı Fizan Fəzzandır və Liviyadakı bir səhradır, məkan adıdır. Onun etimologiyası biraz fərqlidir. İki versiya var ki, bir bərbər dilindən sərt qayalıq mənasına gəlir, biri də fazan da deyirlər, qırqovul. O da Yunanlar, yəni ki, Qaradəniz sahilindən gələn quşlar, gətirilən quşa daha doğrusu belə bir ad veriblər. Və Türk ədəbiyyatında bununla bağlı maraqlı ifadə də var. Fizana qədər sürgün etmək, Fizana qədər yollamaq, həmçinin Fizana qədər yolun var. Uzaqlığı bildirir. Çünki İstanbuldan ən uzaq mərkəz olub o Fizan. Fizan'a da sürseler Fizan daha yakın sürüldüğü yerden hala Fizan diyor. Siyasi məqsədlərlə sürgünlər filan olanda ora göndərilmişlər. Həmçinin ora səhralıq ərazi olub, yəni canlılıq əlaməti olmayıb. O baxımdan da tənhalığı, yalqızlığı simvolizə edib. Yəni bu baxımdan maraqlı bir ədəbi nümunədir. Yəni uçsuz bucaqsız səhralıqdır və tənhalıq, yalqızlıq bundan simvolizə edilib. Amma buradakı füzun klassik ədəbiyyata aid bir ifadədir və çox artıq mənasına gəlir. Məsələn, Füzulidə də var. Məndə Məcnundan Füzun aşiqli istedadı var. Yəni bunlar tam fərqli sözlərdir. Bir-biriyle bir əlaqəsi yoxdur.